Bismillahirrahmanirrahim. Salam əziz dostlar, əziz izləyicilər. Yenə də xoş gördük sizi. Canlı yayındayıq. Zaman Media Qrupun təqdimatında canlı yayımımız davam edir. Mənəvi ziyafət proqramı efirdədir. Xoş gördük sizi. Allah ibadət, itaətlərinizi qəbul eləsin. Allah yolunda çəkdiyiniz zəhmətlərinizi Allah sizdən qəbul eləsin inşallah. Dünya və axirətdə Allah sizi mükafatlandırsın. Proqramımız davam edir. Əziz ruhanimiz Hacı Ramil Bədəlova sözü veririk. Salam hacı, xoş gördük. Buyurun, siz də salamlaşın. Selamun aleykum, rəhmətullah. Mən də sizi xoş gördüm, dəyərli izləyicilərə salamlayıram. Allah ibadətlərinizi qəbul eləsin, Allah oruclarınızı öz dərgahında ali dərəcədə qəbul eləsin. Amin. İnşallah və bütün Ramazan ayı boyunca hacı çox gözəl bir çıxışlarınız davam edir. Quran-ı Kerimdə olan dualar haqqındadır çıxışınız. İnşallah bugün də eşidirik sizi. Buyurun, söz sizdədir. Minnətdaram sizə, Allah sizi var eləsin. Bugünkü duamız da bir Musa Peyğəmbərin duasıdır və eyni zamanda da o duaya oxşar bir duadır. O da Əyyub Peyğəmbərin duasıdır. İkisini də qeyd eləmişəm. İnşallah bölüşüm sizlərlə. Musa Peyğəmbərin duası Əraf surəsi 151-ci ayədir. Musa Peyğəmbər həm Harun üçün dua edir, həm özü üçün dua edir. Buyurur, qal, Rabbi, iğfirli və li əxi. Həm məni bağışla, həm qardaşımı bağışla. Kamil insanlar həmişə özlərini Allahın huzurunda ibadətlərini, etdiyi xidmətləri layiq bilmirlər. Deyirlər, Allahım, sən daha çox layiqsən, daha bundan artıqına layiqsən. Və yaxud kamil insanlar bizə necə Allahdan bağışlanmaq, diləmək olar, onun yolunu öyrədirlər biz insanlara. Xülasə, bunun haqqında müxtəlif cavablar vermiyorlar, çünki Peyğəmbərlər günah etməz, məsumdular. Davamında buyurur, Ədxilna və ədxilna fi rəhmətik və əntə ərhamur rahimin və ədxilna fi rəhmətikə. Allah, bizi öz rəhmətivin içində qərq elə. Maraqlı duadır. Bir var deyək ki, Allah mənə rəhmətindən nazillə. Bir də var, Allahım, məni rəhmət dəryavın içində qərq elə. Yəni, hara baxım elə rəhmət görüm. Və xüsusi rəhmətdən söhbət gedir, ümumi rəhmətdən söhbət getmir. Zaten ümumi rəhmət hamiyə şamildir, bütün xilqətə şamildir. O mənası nədir? İnşallah lütf edəsin, Allah bir vaxt izah verirəm. Burada xüsusi rəhmətdən söhbət gedir. İlahi, məni rəhmət dəryasının içində qərq elə. Yəni, belə deyək də, sağa baxım rəhmət, sola baxım rəhmət, önə baxım rəhmət, hər yana sənin rəhmətivi görüm. Qəzəbə tuş gəlməyim, qəzəbin məni yaxalamasın. Bir var, insan günah eləyir, əxatat bihi xatiyatuh olur, Quran buyurur, günah gəlir, asasda onu mühasirəyə salır, əhatəsinə salır və onu hər tərəfdən bürüyür. Və digər ayədə buyurur, qul mən kənə fid dalalə. Bəzi insanlar zəlalət bataqlığının içindədirlər. Günah bataqlığının içindədirlər. Adam da var, ədxilna fi rəhmətina. Rəhmət dəryasının içində qərq olur. Hoş olsun belə insanların halına. Allahdan belə bir rəhmət istəyir. Və sonda nə deyir? Deyir, əntə ərhamur rahimin. Allah, sən rəhimlilərin rəhimlisisən. Bu sözü yadda saxlayın. Eynilə də bu cümləni Əyyub deyir. Ona görə bu ayəni seçdim ki, ikisini bir yerə deyim sizə. Əyyub iznadə rabbəhu. Əyyub ki, bəlalar onu üstü tutdu, hər yerdən bəla gəldi və s. və s. Hətta xəstələnmişdi, belə səhhətində narahatçılıq var idi. Və Əyyub iznadə rabbəhu. O da Rəbbini çağırdı. Dedi, ənni məssəniyyəzzur. Allahım, mənə çətinliklər üst tutub. Və əntə ərhamur rahimin. Sən rəhimlər rəhimlisisən. Çətinliklər üst tutub, sən rəhimlisin. Yəni, bax da, istəyirsənsə mənə rəhm elə. Çox belə ədəbli danışır. Başqa bir yerdə o Əyyub Peyğəmbər deyir, necə mənə ziyan üst tutub, zərər üst tutub. İndi məssəniyə şeytan bin nusbin və əzəbin. Şeytan neyib? Mənə üstümə gəlib, mənə sanki bir ziyan vurub, zərər yetirib. Bilirsiniz, heç vaxt şeytan Peyğəmbərin idrakına təsir edə bilmir, vəsvəsə edə bilmir. Heç vaxt iradəsini yıxa bilmir, heç bir Peyğəmbər. Nə iradəsini yıxa bilir, nə idrakına vəsvəsə edə bilir.
Burada ki deyir, inni məssəniyə şeytanı bin nusbin və əzab, yəni cismdən söhbət gedir, fizioloji, bioloji bədəndən söhbət gedir ki, şeytan insanın, Peyğəmbərin fizioloji, bioloji bədəninə zərbə yetirə bilər, ziyan vura bilər, amma onun ruhuna heç vaxt, onun ruhunu yıxa bilməz, vəsvəsə edə bilməz, onun əzmini sındıra bilməz, onun iradəsini sarsılda bilməz, onun əqlinə vəsvəsə edə bilməz, ona bu mənada təsir edə bilməz. Amma fizioloji bədən dünya ilə bağlı olduğuna görə, hə, orada müəyyən qədər ziyanı deyə bilər, zərəri deyə bilər. İndi Əyyub gəlib bir yerə yetişib, deyir, ilahım, səndən istəyim var. Nədir? Musa dediyin o da deyir, və əntə ərhəmur rahimin. Sən rəhimlər, rəhimlisən. Elə ki, Əyyub bu duanı elədi, Allah dedi, urkuz bir riclikə hada. Xəstələnib vəziyyətdə, dedi, vur ayağı yerə. Vur ayağı yerə, hada muxtəsəlun baridun və şərab. Ayağının altından bir su qaynasın. Həm o sudan iç, həm qüsl al. O da içdi və qüsl aldı, şəfa tapdı. Necə İsmailin ayaqlarından zəmzəm qaynadı, Əyyub da o cürlə. Əyyub da o cürlə. İnsan ki, min əziyyətə qatlaşdı, amma səbirlə, təmkinlə çıxdı. Allah bir kəramət göstərir, onun əli ilə deyir, ayağı vur yerə. Vurur və su çıxır. Və həmən su ilə şəfa tapır. Bu, Əyyubun əzəmətidir və böyüklüyüdür. Amma işlətdiyi qızıl cümlə, möhtəşəm cümlə ki, bu dualarımıza çox istifadə edir. Əntə ərhəmur rahimin. Sən rəhimlilərin rəhimlisisən. Çox mükəmməl zikirdir. Dualarımızda eləyin bunu. Niyə Allah rəhimlilərin rəhimlisidir? Məsələn, ana da rəhimlidir də. Amma ana bəzi vaxtlar onun rəhimi, rəhməti emosional olur. Bir var rəhmət əqlaniyyətdən, ağıldan qaynaqlanır, bir də var emosiyalardan qaynaqlanır. Ana bəzi vaxtlar emosionaldır rəhməti, atifidir rəhməti, qəzəblənməli yerdə öpür. Bu, rəhmət nədən qaynaqlanır? Emosiyadan, atifidir. Əqlani rəhmət budur ki, qəzəblənməli yerdə qəzəblən, o da rəhmətdir. Qəzəblən ki, bir də o səhv eləməsin. Allahda olan o rəhmət əqlanidir, nəinki atifi. Ona görə bir məsələ, niyə Allah ərhəmur rahimindir, bütün rəhimlərdən daha rəhimlidir, bir məsələ budur. İkinci budur, axı rəhmət mərifətdən qaynaqlanır. Məsələn, bir nəfərdən sənə danışırlar, ilə xəstədir, biraz ürəyin yandı. Deyirlər, həm də kasıbdır, sən salaldır. Deyirlər, həm də çox məzlum adamdır ya. Doğrudan. Tanıdıqca, mərifətin artdıqca rəhmət hisslərinin daha çox oyanmağa başlayır. Əhatəli mərifət rəhmətin daha da artırır. İnsanda belədir. Sən tanıtmaq ondan çox şey asılır. Məsələn, bir nəfərə deyirsən, get bir nəfər üçün, məsələn, çətinliyi var da, bir nəfər də sən tanıyırsan onu, get ona ağız aç ki, buna kömək eləsin. Bir var gəldi ki, bir nəfər var, xəstədə onu kömək eləyərsən. O da yox, imkanı yox, mən çıxıyım. Vallahi demişəm. Amma özünün üçün, özünə lazım olsaydı, bizə neyniyərdi, nə sözlər qurardı, nə cümlələr qurardı, necə təmtəraqla danışardı. O tərəfin bütün halını dəyişərdi, o pulu götürərdi. Ona nisbət yox. Təki and içə bilim ki, dedim vallah. Ona görə getmişdi ora. Bəzi vaxtlar insan gələk öz üzünün suyunu da Allahın yolunda xərcləməyə bacarsın. Sənin əgər o hörmətin nüfuzun varsa, o hörmətdən nüfuzdan xərcləyib cəmiyyətə faydalı ola bilərsənsə, dinə bir xidmət edə bilərsənsə, xərclə də o suyu da, üzün suyu da. Saqqal tərpətmək də deyirlər bəzən. Əsl. Yerində, həddində. Nə qədər bacarsan o qədər. Amma bacardığı elə də eləmirsən. Bəzi adamlar belədir. Özünə lazım olar deyənə saxlayır o adam. Çox təəssüf olsun. Elə bilir Allahın xəzinəsi çox azdır. Sən narahat olma, oradan sən boynuma düşən elə Allahın xəzinəsi boldu, qutaran deyil. Allahın xəzinəsi boldu. Xülasə, Allahda ki, bəşəri tam tanıyır, bütün ehtiyacları ilə tanıyır, rəhməti daha çoxdur. Sənin rəhmətin var ona, Allah daha çox tanıyır axı. Ona görə daha çox sevir onu. Daha çox rəhməti var ona. Ona görə ərhəmur rahimindir. İki bu,
Üçüncü cavab. Bəzi vaxtlar burasını da qoy bir dənə deyimdən hədis qeyd eləmişəm. Allaha nisbət də belədir. Allaha nə qədər mərifətimiz çoxalsa, məhəbbətimiz çoxalar. Razısınız? Təbii ki. Allah bilsək səttardır, Allah bilsək xəffardır, Allah bilsək əzimdir, qədirdir. Artdıqca nə olur? Mərifət çoxaldıqca həm o əzəmətin görsən, heybətin görsən, heybəti səni tutur. Bir tərəfdən eşq gözünün, eşq bütün qəlbindən inir, təlatüm yaradır. Bir dənə hədis oxuyayım. Hədisdir buyurur, İzə təcəllə ziyaul mərifə fil fuad. Elə ki, mərifət nuru gəldi qəlbindən inədi, təcəlli elədi. Mərifət, Allahla bağlı mərifət gəldi qəlbə daxil oldu, məlumat gəldi qəlbə daxil oldu. Hacə rihul məhəbbə. Mərifət gələndə məhəbbət küləyi də gələr. Yaxşı. İzə hacə rihul məhəbbə istənəsə. Nə qəşəng hədisdir? Pillə-pillə gedir. Elə ki, məhəbbət küləyi gəldi, sən onunla ünsiyyət qurmaq istəyərsən. Sevdiyinlə ünsiyyət qurmaq istəyərsən, yoxsa yox. Adam sevdiyinlə ünsiyyət istəyər qursun. Əlbəttə. Yaxşı. Elə ki, istənəsə fi zilalil məhbub. Elə ki, o ünsiyyəti qurmağa başladın, daha çox tanıyırsan, daha çox tanıdın. Və əthərəl məhbub ələ masivah. Bütün məhbubları bu məhbuba qurban verərsən. Bütün məşuqları o məşuq olan Allaha qurban verərsən. Bunu verərsən önə. Görürsən ki, bu doğrudan sevilməli Allahdır. Hamısı ona qurban verərsən. Sonra nə olar? Başərə əvamirəhu və içtənəbə nəvahiyəhu. Allahın əmirlərini icra edərsən, qadağalarından çəkinərsən. Sevdiyin insana belə edərsən. Mərifət çoxalanda belədir. Keçək. Qısa yolla da desək, belə deyək, qısa yolla. Allahın cəmal sifətlərini tanıyıb, daha şövqün artacaq, məhəbbətin artacaq, sevəcəksən və günahlardan təbii çəkinəcəksən, rəva görməyəcəksən də onun huzurunda günah etmək. Və cəlal sifətlərini də tanısaq əgər, Allahdan qorxumuz daha çox olacaq, yenə də günahlardan çəkinəcək. Yəni, cürət eləyənmərik ki, yəni bu cür cəlal sifətlərə malik olan Allahın qarşısında günah eləyək. Doğrudur, Macı. Var olasınız, minnətdarım. Sonra, birinci məsələ bu oldu ki, Allahda mərifət emosional deyil, əqlanidir. İkinci bu oldu ki, Allah insanı daha çox tanıyır. Ona görə rəhməti çoxdur. Üçüncü budur ki, bəzi vaxtlar adam tanıyır qarşı tərəfi, mərifətin var. Bilirsən, doğrudan ehtiyaclıdır, kimsəsizdir, məzlumdur. Amma qüdrətin yoxdur, kömək eləyəsən. İmkanın yoxdur, kömək eləyəsən. Ürəyin yanır, deyirsən, ay Allah, olaydı kömək eləyəydim. Olub da, hə? Adam hərdən kimsə kömək istəyir, kaş olaydı eləyəydi. Doğrudan canla deyəsən, ha? Allah yazırsa, biləsən. Tanıyıram, amma qüdrətim yoxdur axı. İmkanım yoxdur axı, sərvətim yoxdur axı, gücüm yoxdur axı, kömək eləyəm məzluma. Düzdür? Ona görə deyirsən, kaş olaydı eləyəydi, misal üçün. Bu da deyir ki, nədir? Ayə deyir ki, Allahda həm mərifət var, tanıyır, həm də nə var? Qüdrətlidir də. İnnəllaha alə kulli şeyin qadirdir. Allah kasıb deyil ki. Allah fəqir deyil ki. Allah qədirdir, qüvvətlidir. Ona görə Allah ərhəmur rahimindir. Dördüncü tərəfində deyirəm, bundan da inşallah keçik suallara. Bəzi vaxtlar tanıyırsan, bir. Ondan sonra imkanın da var, kömək edə bilərsən. İki, amma səxavəti o qədər deyil, xəsisdir. Biraz səxavətdir. Ya məsələn, səxavəti var, o deyil. 2 saat söhbət edirsən, çıxardıb 10 man pul verəcək. Milyonu var ha. O cür verdim ha, mən söylədim, qardaşın kömək elədi ya filan yerə. 2 milyondan 10 man pul verib onunla inir, məsələn, böyük iş bilir də. Səxavəti də olsa, yəni 2 saat xütbədən sonra oldu, o da 10 man. Mənsə vaxtlar tanıyır və imkanı da var, amma səxavətli deyil. Amma Allah nədir? Allah cavaddır. Cavad Allahın adlarından biridir. Cavd əhli. Yəni, hey verər. Cəmaatın içində deyir, ay, narahat olma. Məsələn, birinin problemini həll etmək lazımdır. Narahat olma, düzələcək, Allah kərim, darıxma. Sonra təkliyə gələndə 10 manat çıxardır, verir. Bəzi vaxtlar deyir, get filan duan elə. Cəmaat da arxayın ol axı, bu adam dedi ki, pseudo və salam da. Amma, hə, duanı da yaxşı dedi. O deyir ki, dua elədir, dua eləsin. Qardaş, o duanı bilir də, sən öz işindən məşğul olsan, imkanı var, kömək elə də. Düz deyil. Əgər doğrudan da bəzi vaxtlar
İstəyənlər də yalançı olur. Təbii ki də. Bəzi vaxtlar istəyənlər də istifadəçi olur. Onu da bildim ha. O da adam gəlir haqqını danışsın. Düz. Bəzi vaxtlar küstürüblər bəzi səxavətliləri. Çox. Belə insanlar. Bəli. O da onlar da elə eləyə bilməzlər ha. Onlar da məsələn deyir, mən qurtardım. Mən hədislərdə oxumuşam ki, yaxşı işə tövbə eləyənin bəlası var ha bilsinlər. Bəli, bəli. Yaxşı işə tövbə eləməyin. Niyə qurtardınız? Siz belə bir vəziyyətə düşün ki, sizin istifadə edə bilməsinlər. Bəsirət düşünmək, dərk. Xülasə, bu dua ki, mən oxudum sizə, Ərhamur Rahimin, həm Əyyub deyir, həm Musa deyir. Maraqlıdır, Quranda birinci dənə yerdə keçib, hamısı Peyğəmbərlər deyib bu zikri. Ərhamur Rahimin zikrini Peyğəmbərlər deyib. Oradan da Allah Ərhamur Rahimindir. Allah özü bizi öz nəzərində saxlasın inşallah. Amin inşallah. Allah qəbul edəsin sizdən. Əntə ərhəmir rahimin. Həqiqətən çox gözəl bir duadır. İnşallah dilimizdən əski olmasın. Hacı, izninizlə suallara baxaq. Ər-Rəhmanir-Rəhim. Allahın salamı olsun sizlərə. Günahların çoxluğu və ağırlığından ümidi üzülmək üzrə olan Allahın ən günahkar bəndəsinə nələri tövsiyə edərdiniz? Bunu tövsiyə edərdim ki, ümidsizləşməyin. Bunu tövsiyə edərdim ki, Allahın rəhməti boldur. Allahın rəhməti qəzəbindən öndədir. Allahın lütfi çoxdur. Ona görə üzülməyin. Allahın inayəti var. Allah sizin yolunuzu gözləyir və ona görə orada dönüş eləmək kifayət edir. Salam, bəzən bildiklərimizi insanlarla paylaşarkən ya da digərlərindən daha çox müstəhəb əməllər yerinə yetirərkən içimdə özümü üstün sanırmış kimi bir hiss olduğunu düşünürəm. Bunu necə aradan aparım? Başqasından üstün olduğunu hiss edir. Hə? Baxın, insan bilinci biz ki, əməl edirik, Allah nəsə lütf edir, mükafat verir. Amma biz digər günahlarımız da var. Günahlarımız yaxşı əməllərimizə qarışıb. Və biz qarşı tərəfi tanımırıq ki. Ola bilər o qarşı tərəfin elə bir əməlləri ola bilər ki, Allah dərgahında səndən, məndən qat-qat çox ola bilər. Allah bilir də, Allahu ələm. Allah daha yaxşı bilir. Biz bunu bilmədiyimizə görə ehtiyac yoxdur bu şəkildə baxaq qarşı tərəfə ki, mən daha yaxşı əməlim var, onun yoxdur, mən ondan üstünəm. Bu bir. Bir də ki, yaxşısı budur ki, necə baxaq məsələyə, biz aqibətimizi də bilmirik. Ola bilər bizim aqibətimiz. Mən aqibətimi bilmirəm. Çox yaxşılar sonluğu pis bitdi, çox pislər sonluğu yaxşı qutardı. Ona görə öyünməyə dəyməz. Aqibət hər şeyi həll edəcək. Quran da buyurur, vəl-aqibətu lil-muttəqin. Aqibət də təqvalara aiddir. Allah biz təqvalardan qərar versin inşallah. Amin inşallah. Akif Əşrəfov. Salam, bəzən nəuzubillah elə düşünürəm ki, axirət həyatı yuxu kimidir. Necə edək ki, axirət dünyadan üstün görək, axirəti dünyadan üstün görək? Axirətin əhəmiyyəti haqqında düşünmək və axirətin əbədi olduğunu başa düşmək. Belə ki, biz 70 ilimiz buradadır, əbədi həyatımız oradadır. Belə ki, burada olan ləzzətlər müvəqqətidir, oranın ləzzəti əbədidir. Oranın olan çətinlikləri ömrü qısadır, oranın zülmü, əzabı, zülm bu mənada ki, Allah zülm eləmir, bəşər özünə zülm edir. Əzabı, müsibəti ağırdır, bundan daha ağırdır. Və bunları başa düşməklə insan əlbəttə ki, heç vaxt əbədiyyatı müvəqqəti eləməz, qurban verməz. Davam edir. Nahid Nuriyev yazır, selamun aleykum, İmam Həsən Əskəri haqqında biraz məlumat verərdiniz. İmam Həsən Əskəri 11-ci imamımız və ən çətin dönəm gəldi. Get-gedə imamların get-gedə dönəmi çətinləşirdi. Sanki İmam Əskərinin dönəmində lap pik həddə yetişmişdi. İmam hədbi düşərgədə saxlanılırdı. Hətta imama yaxınlaşmaq istəyən insanlar var idi ki, imam özü imkan vermirdi ki, gəlmə mənə tərəf ki, məndən sənə ziyan gələr. Məndən sənə gəlməz, mənə yaxın olduğuna görə gələr. Amma o dönəmdə ona baxmayaraq imamınla ünsiyyət quran vəkilləri var idi, ünsiyyət quran insanlar var idi ki, onların vasitəsilə imam müəyyən fikirləri söyləyərdi, sözləri söyləyərdi. Və İmam Zaman əleyhissalamın atasıdır və sanki o dönəm qeybə hazırlıq dönəmidir ki, Allah Taala o dönəm get-gedə çətinləşir və bir müddət sonra İmam Zaman da qeybə çəkilir ki, elə bir sonuncu höccət idi və sonluğu da İmam Həsən Əskərində zəhərli illərini, İmam o cürə dünyasında. Bundan da genişlə tarix kitabları müraciət edirlər.